Bugün bir peçenye hazırlamışam. Hem ucuzdu, hem faydalıdır, hem de tez hazırlanır. Sizinle paylaşmasaydım gözüme yuxu getməzdi. Ve gördüğünüz gibi ben artık bunu soba tavasından çıxardıram ve boşqaba yığıram. İstidir, əlimi yandıra yığıram. Baxın, öləcəyəm indi. Altı da görürsünüz, gözəlcə qızarır. Hem uşaqlara, hem böyüklərə, hem ırğlamaq istəyənlərə, hem tez hazırlamaq istəyənlərə hamıya yarayır. Və gəlin başlayaq hazırlamağa. Görüntüsü bəlkə də o qədər xoşunuza gəlməyəcək. 200 qram kök götürmüşəm, rəndələmişəm. Mən iri rəndədən rəndələmişəm, lakin bunu kiçik uşaqlar üçün hazırlayırsınızsa, belə 3 yaşına qədər uşaqlar üçün rəndənin xırda gözlüğündən keçirdim. Bura 50 qram kərə yağı, bir yumurta əlavə edib qarışdırırım. Əslində sıralamağın heç fərqi yoxdur. İstəyirsiniz yumurta ilə şəkəri qarışdırın. Amma burada şəkər çox azdır. Baxın 2 çay qaşığı silə şəkər əlavə elədim. Eləyə bilərsiniz və ya əvəz eləyin. Şəkər əvəz eləyici ilə heç qoymasaz da olar. İnanın ki, şəkərsiz də çox ləzzətli olur. Göstərdiyim isə bir çimdik duz, biraz acıq vanil və darçındır. Abunəçilərim soruşur ki, Şərqə xanım, daha video çəkmirsiniz? Çəkirəm, amma az çəkirəm. Kanalı açıq, istədiyiniz resepti oradan tapa bilərsiniz. Paylaşıb, like etsəniz isə mən sevinərəm. Ədəbaları əlavə eləyəndən sonra çəkilmiş qozu da əlavə eləyirəm. Qoz, fındıq ola bilər, 50 qram da çəkilmiş qozdur. Ayırdım bir-ikisini üzərindən qoymağa. Yulaf əzməsi əlavə edirəm, 50 qramdır. Belə yaxşıca qarışdırırıq bunu. Bu çox duru olsa, hiss eləsəz ki, belə suludur həddindən artıq, onda 2 xörək qaşığı un əlavə edə bilərsiniz. Məndə burada 50 qram getdi sözün düzü. Əgər xırda rəndə ilə rəndələyirsinizsə, o daha sulu olacaq. Bir də ki, kökün sulu olmağından asılıdır. Görürsünüz, xırda əlavə edirəm ki, onun o sululu olması bizə lazım deyil. Axıb getməsin xəmirimiz. Və bunu yaxşıca qarışdırıram. Deməli, videonun altında yazacağım resepti. Burada isə deyim, 200 qram kök, 50 qram qoz, 1 yumurta, 50 qram şit yağ, yumuşaq olsun otaq temperaturunda, yulafın əzməsi tez bişəndən istifadə eləmişəm. 70 qram da un gedir adətən. Siz az əlavə edin. Ola bilər ki 50 qram getsin, ola bilər ki 60 qram getsin və ya 70 qram getsin. İndi bunu götürürəm o marojna qaşığı ilə və istədiyiniz qaşıqla götürüb qoyursunuz soba tavasına. Kağız salın, yapışmasın və salam. Mən də silikon lövhədə onun üstünə yığıram. Və heç də nə düzləşdirmirəm, nə əlimi bulaşdırmıram. Çox tez hazırlanır. Qarışdırdınız, qoydunuz tavaya, bastınız sobanın içinə. Sobanın da temperaturunu qoyun 180 dərəcə. Neçə dəqiqəyə bişir? 20-25 dəqiqədə bişir. Üstündən saxladığım qozları yerləşdirirəm. İstəyirsiniz badamla eləyin, istəyirsiniz fındıqla eləyin, kimdə nə var? Yoxdur. Heç biri ilə eləməyin. Onu mütləq deyil ki, üstündən nəsə qoyasınız. Elə belə də qaşıqla qoydunuz və salam. Qoyuruq və mən 20 dəqiqəyə bişdi məndə. Çox sulu deyildi ona görə. Altını da sifətdə göstərmişdim sizə, indi də göstərdim. Qəşəngcə altı qızarır, üstü bir azacıq qızarır və salam. Sonra da oturursunuz, ləzzətlə yeyirsiniz. Sizdən isə bir xahişim, like edin, abunə deyilsinizsə kanala abunə olun. Həmişə ağzınız şirin olsun, sülh, əmin-amanlıq olsun, canınız da sağlam olsun. Şərqə xanımla bu gün bu qədər. Gələn videolarda görüşmək üzrə. Xudahafiz mənim əzizlərim.